Tam 125 manatlıq bazarlığı görürsünüz. Burada Novruz bazarlığı da var. Evə bir şeylər də almışıq. Amma əsasən Novruz ayda şeylər almışıq. Şampunları aptekdən aldım hamısını. Bilirsiniz ki, mənim saçımda psoriaz var, yəni qaşıntı var. Ona görə də adi şampunlardan istifadə edə bilmirəm. Bu kokos suyunu isə bizə Anar Marketdə hədiyyə elədilər, sağ olsunlar. Heç gözləmirdik, yəni mən həmişə oradan gedib bazarlıq eləyirəm. Son üstünə Novruz bayramında mən 21 qeyd edəcəm inşallah. Çünki 20-si axşamsı Mamagildə olacaq. Papaqatlıya falan çıxacaq. Mamamın aşqarası çox qəşəng olur. Amma 21-də özüm də yenə də aşqara yeyəcəm. Almışam da onun üçün hər. Keçən illəri deməli Şabalda özüm almışdım, təmizləmişdim. Bu illəri isə hazırını aldım. Şirniyyatları isə sifariş eləmişəm. 21-si axşamısına gələcək. Yəni onu da bişirmədim. Hamısını stolun üstünə qoymaqlıq aldım. Çünki keçən illəri yeyib o qədər kökəlmişdim ki, o mənə dərs oldu. Pomidor isə son dönəmlərdə ancaq o xırda pomidorlar alıram. Çünki çox ləzzətli olur. O birisi pomidorların dadı olmur. Meyvələrdir, yarpaqdır, hamısının. Ət də evdə varımdır. Əvvəldən almışdım da ət yəni. Ona görə mal əti almadım. Yarpaq dolması bişirməyə planlayıram. Stolitsini bişirməyə planlayıram. Aşqara və salam. Yəni qırdım qısa-qısa, yəni bunu gətirdim, çıxartdım da. Yəni alış-verişin hamısını Anar Marketdən almışam. Sokları isə bir-bir özəl nəfdən özümüz seçmişik. İzlədiyiniz üçün təşəkkür edirəm.